Distant təhsil, məsafədən təhsil demək. Hazırda bir sıra ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında, Avropanın bir sıra ölkələrində, məsələn Rusiyada tətbiq olunan distant təhsil alanın təhsil müəssisəsinə gəlmədən poçt rabitəsi, internet şəbəkəsi yolu ilə aldığı təhsil formasıdır. Fasiləsiz təhsil sisteminin əsasında duran prinsiplər. Deməli, bu prinsiplər təhsilin dövlət himayəsində olması və ictimai xarakter daşıması, təhsilin milli və ümumbəşəri dəyərlərə əsaslanması, təhsilin humanistləşdirilməsi, təhsilin demokratikləşdirilməsi, təhsilin xalqların hüquq bərabərliyinin əsasında bu prinsiplə hərəkət etməsi, təhsilin diferensiallaşdırılması və inteqrasiyası, sonra məktəb təliminin mərhələləri üzrə təhsilin məzmununun varisliyi, təhsilin məzmununu şəxsiyyətin hərtərəfli inkişafının təmin etməsi, təhsilin məzmununda milli ənənələrin nəzərə alınması, təhsilin məzmununun sistemliliyi və ardıcıllığı, tədris fənləri arasında qarşılıqlı əlaqənin olması, nəzəriyyə və praktikanın əlaqəsi, şagirdlərin hazırlıq və inkişaf səviyyələrinin təhsilinin məzmununa uyğun gəlməsi, təhsildə və sinifdən xaric işlərin məzmununda əlaqə, ümumi təhsil məktəblərinin tədris planları üçün tədris fənlərinin seçilməsi. Bütün bunlar təhsildə istifadə etdiyimiz ümumi prinsiplərdir ki, biz təhsilin ümumiləşdirilməsində, təhsilin tamamlanmasında, təhsilin fərdi xüsusiyyətlərin tərkib hissəsində olmasında bu prinsiplərdən istifadə edirik. Gəlin indi bu sadaladığım prinsipləri açaq və davam edək bu prinsiplərin açılışına. Deməli, təhsilin dövlət himayəsində olması prinsipi və ictimai xarakteri daşıması prinsipi nə deməkdir? Ölkəmizdə təhsil bütövlüklə dövlət himayəsində olması deməkdir. Təhsil quruculuğuna dövlət öz büdcəsindən müəyyən pay ayırır. Ölkəmizdə təsis olunan bütün təhsil müəssisələrinin fəaliyyətinə dövlət icazə verir və bu da lisenziya ilə baş verir. Respublikada fəaliyyət göstərən bütün tədris orqanlarının təhsil həyata keçirilməsi dövlətin təsdiq etdiyi dövlət standartları əsasında qurulur. İstifadə olunan bütün tədris planları, proqramlar, dərsliklər müvafiq dövlət orqanları tərəfindən təsdiq edilir. Təhsilin idarə olunmasında ictimai təşkilatlar da yaxından iştirak edirlər. Təhsilin milli və ümumbəşəri dəyərlərə əsaslanması Azərbaycan dövlətinin atributlarında, onun konstitusiyasında, himnində, bayrağında, gerbində millilik və bəşərilik ideyaları öz əksini tapır. Əsas qanunumuzda hər bir vətəndaşın təhsil hüququna malik olması, bayrağımızda türkçülüyün, islamçılığın, müasirliyin, demokratikliyin ifadə edilməsi, gerbimizdəki qarxanvariliyin, odlar yurdunun müdafiəsinin birmənalı qəbul olunmasının, bolluq yaradılmasının, uzun ömürlüyün təmin olunmasının simvolik, rəmzi işarələri və bütün bunların himnimizin söz və melodiyasında öz əksini tapması, hər bir vətən övladının, xüsusilə yetişən nəslin milli və ümumbəşəri dəyərlərə əsaslanan bilik, bacarıq və vərdişlərə yiyələndirilməsini tələb edir. Bütün bunları yetişən nəslə təhsil quruculuğu prosesində aşılamaq mümkündür. Ona görə də Azərbaycan təhsil sisteminin əsasında dayanan əsas prinsiplərdən biri məhz onun milli və ümumbəşəri dəyərlərə əsaslanmasıdır. Təhsil milli dilin, musiqinin, incəsənətin, tarixin, coğrafiyanın öyrədilməsi ilə yanaşı, dünyəvi, bəşəri dillərin, incəsənət nümunələrinin, ictimai, siyasi, iqtisadi birliklərin, verən elmlərin öyrədilməsi bu prinsipin əsas qayəsini təşkil edir. Təhsilin humanistləşdirilməsi, tədris planlarında humanitar fənlərə üstünlük verilməsi kimi izah edilə bilər. Təsadüfi deyil ki, 1988-ci ilə qədər Azərbaycan məktəblərində tədris olunan fənlərin yalnız 40% humanitar fənlər idisə, həmin ildən sonra və hal-hazırki ölkəmizdə həyata keçirilən təhsil islahatlarının tələblərinə müvafiq
olaraq həmin fənlərin sayı artırılıb. Hazırda tədris planlarında humanitar fənlərin həcmi digər fənlərə nisbətən üstünlük təşkil edərək 50%-dən də bir qədər çoxdur. Təhsilin humanistləşdirilməsi pedaqoji kadr hazırlığı işində də konkret prinsip kimi qəbul edilmişdir. Təhsildə diferensiallaşdırma, demokratikləşdirmə, diferensiallaşdırmanı daha sonra deyərəm, demokratikləşdirmədən bəhs edim. Təhsili idarə edənlərlə, onların tabeçiliyində, onların təlim-tərbiyə prosesində öyrədənlərlə, öyrənənlərin, tərbiyə edənlərlə, tərbiyə olunanların davranışında, ünsiyyətində, münasibətində aydın, saf, sağlam demokratik mühitin yaradılması bu prinsipin əsasını təşkil edir. Hər hansı bir təhsil müəssisəsində uşaqların, şagirdlərin, tələbələrin, müəllimlərin, tərbiyəçilərin müstəqil yaradıcı fəaliyyəti naminə birliklər, cəmiyyət, təşkilatlar, dərnəklər, klublar yaradılması ideyasının dəstəklənməsi, xüsusi şəraitin yaradılması, müstəqil söz demək, sərbəst toplanmaq, sərbəst düşüncə tərzi ilə çıxış etmək, azad davranış və fəaliyyət üçün rəvac vermək demokratik mühitin ab-havanın bərabər olması üçün başlıca şərtlər hesab olunur. Təhsildə demokratiyanın təmin edilməsi həm də təhsildə xalqın hüquq bərabərliyinin qorunmasına zəmin yaradır. Təhsildə xalqların hüquq bərabərliyi nə deməkdir? Əsas qanunumuzda təsbit olunan xalqların hüquq bərabərliyi məsələsi təhsil qanununda özünü konkret prinsip kimi büruzə verir. Azərbaycanda 4000 yarımdan çox ümumi təhsil və orta ixtisas təhsilində, məktəblərində 50-yə yaxın ali təhsil müəssisələrində yetərincə qeyri-azərbaycanlılar təhsil alır. Son 2-10 illiyin statistikasına əsaslanırsaq, deməliyik ki, Azərbaycanın 4000-dən artıq orta ümumi təhsil məktəblərində hər il təqribən 1 milyon yarıma qədər şagird təhsil almışdır ki, onların da təqribən 100 mindən çoxu qeyri-azərbaycanlı olmuşdur. Bu da o deməkdir ki, son 20 ildə Azərbaycan məktəblərində 1 milyondan artıq qeyri-azərbaycanlı təhsil almaqda olub. Bunların içərisində rus, xaxol, belarus, yəhudi, latış, eston, ləzgi, talış, tatar, kürd, gürcü, engiloy, türk, avar, çeçen və sair kimi millətlərin və azsaylı xalqların nümayəndələri var. Azərbaycanda digər millətlərin və xalqların dilində məktəblərin açılması onlar üçün öz dillərində tədris materiallarının nəşr olunması, fasiləsiz təhsil sisteminin həm də xalqların hüquq bərabərliyi prinsipi əsasında qurulmasına dəlalət edir. Təhsil sistemində diferensiallaşdırma və inteqrasiya, diferensiasiya sözü diferensial sözündən götürülüb, dilimizə latın dilindən gəlmiş diferensiya sözündən əmələ gəlib, fərqlənmə mənasını verir. Diferensiallaşdırma isə fərqləri, fərqli cəhətləri müəyyənləşdirib, kompleksləşdirmə kimi başa düşülməlidir. Azərbaycan təhsil sistemində diferensiallaşdırma aparmadan onu dünya təhsil sisteminə də inteqrasiya edə bilmərik. Ölkəmizdə diferensiallaşdırmaya kömək edən təmayüllü məktəblərin olması yaxşı hal olsa da, bu məktəblərdəki kontingentin əsasən valideynlərin arzu və istəyi əsasında kompleksləşdirilməsi bu işə bir növ mane olur. Sonra, valideynlər də anlayış göstərməli və bir qədər öz övladlarına şərait yaratmalıdırlar, təhsildə dəstək olmalıdırlar, yön verməlidirlər, yol göstərməlidirlər, mane olmamalıdırlar. Daha sonra məktəb təliminin mərhələləri üzrə təhsil məzmununun varisliyi. Bildiyiniz kimi, varislilik prinsipi sadədən mürəkkəbə prinsipi deməkdir. Təhsil sisteminin müxtəlif vasitələri arasında qarşılıqlı əlaqə mövcuddur. Bu zaman hər bir mərhələ öz işini əvvəlki mərhələ üzərində qurur. İbtidai məktəbdən əsas məktəbə, əsas məktəbdən orta məktəbə, ortadan aliyə maneəsiz keçmək, habelə ümumi təhsil məktəblərindən bütün peşə tədris müəssisələrinə azad və maneəsiz daxil olmaq imkanı sırf varislilik prinsipi əsasında təmin olunur.
Təhsil məzmununun şəxsiyyətin hərtərəfli inkişafının təmin etməsi Azərbaycan Respublikasının təhsil qanununda mütərəqqi dünya görüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq başlıca vəzifə kimi irəli sürülür. Ümumi təhsil məktəblərində şagirdlərə verilən təhsil milli, mənəvi, əxlaqi və ümumbəşəri dəyərləri özündə ehtiva edir. Məzmununda varislik olduğundan orta təhsilin bütün pillələrində şəxsiyyətin hərtərəfli inkişafı diqqət mərkəzində olur. Təhsilin məzmununda milli ənənələrin nəzərə alınması prinsipi təhsilin məzmununu tərtib edərkən milli ənənələrin xüsusiyyətlərinin nəzərə alınması olduqca zəruridir. Bu zaman xalqımızın həyatı, onun tarixi, mədəniyyəti, milli adət və ənənələri ilə bağlı zəngin mənəvi irsi ön plana çəkir. Ümumbəşəri dəyərlərə istinad edilir. Orta təhsil illərində tədris olunan Azərbaycan dilinə, ədəbiyyatına, musiqisinə və sair fənlərin imkanlarına diqqət artırılır. Təhsilin məzmununun sistemliliyi və ardıcıllığı. Tədris planı ayrı-ayrı tədris fənlərinin məzmunundan ibarət və onların hər bir müvafiq elmlərin əsaslarını sistemli şəkildə izah edir. Təhsilin məzmunu hazırlanarkən şablonçuluğa, pərakəndəliyə yol verilməməlidir. Şagirdlərin təlim fəaliyyəti tədricən ardıcıllıqla həyata keçirilməlidir. Tədris materiallarının öyrənilməsinin sistemi və ardıcıllığı elmi həm də ən mühüm didaktik qaydalarla, yəni məlumdan məchula, sadədən mürəkkəbə, yaxından uzağa, asandan çətinə keçməyi öyrətməklə şərtlənir. Tarixi ardıcıllıqda vətən tarixi, ədəbiyyat öyrənilir. Orta məktəbin yuxarı siniflərində tarixi anlayışlar və digər fənlər tərtib olunur. Biologiya kursunda üzvi aləmin inkişafının əsas mərhələləri işıqlandırılır. Tədris fənləri arasında qarşılıqlı əlaqə. Obyektiv aləmin vəhdəti hadisələrin qarşılıqlı əlaqələri, təhsilin məzmununun vəhdətini, tədris fənləri arasında qarşılıqlı əlaqəni müəyyən edir. Məktəbdə öyrənilən tədris fənni bu və ya digər elmin əsaslarını özündə birləşdirir. Məlum olduğu kimi elmlərin hər biri obyektiv aləmin, təbiətin, cəmiyyətin, təfəkkürün müəyyən təzahür etmə sahələrinin qanuna uyğunluqlarını öyrənir. Lakin bir halda ki, obyektiv aləmdə baş verən hadisələr təcrid olunmadan mövcuddur və bir-birindən asılı olmayaraq yaşayır. Onlar vəhdət halında və qarşılıqlı əlaqə vəziyyətindədir. Onda müvafiq elmlərin didaktik cəhətdən hazırlanmış əsasları tədris fənlərinin məzmununda vahid və qarşılıqlı əlaqədə təmin olunmalıdır. Müxtəlif fənlər üzrə proqramlar arasındakı əlaqələr tərbiyənin vahid məqsəd və vəzifələrinin həyata keçirilməsində ifadə olunur. Ayrı-ayrı tədris fənləri tərəfindən hadisələrin müxtəlif tərəflərinin öyrənilərək şərh olunması ümumi prinsipial mövqedən verilir. Tədris fənlərinin məzmunundakı əlaqə ondan ibarətdir ki, qarşılıq fənlərin proqramında tədris materialları razılaşdırılmış halda yerləşdirilməlidir. Nəzəriyyə və praktikanın əlaqəsi. Təhsilin məzmunundakı mövcud xüsusiyyət idrak prosesinin mahiyyətini başa düşməkdən irəli gəlir. Nəzəriyyə və praktikanın arasında əlaqə olmadan əsl elmi idrak deməli, uğurlu təlim mümkün deyil. El nəzəriyyəsi, təbiət, cəmiyyət və təfəkkür onların inkişafına dair qanunlar haqqında biliklər məcmusu deməkdir. İctimai həyat prosesində bəşər cəmiyyətinin min illiklər boyu topladığı zəngin təcrübənin dərk olunması və ümumiləşdirilməsi deməkdir. Təcrübə maddi və mənəvi nemətlərin yaradılmasına, istehsal prosesində təbiətin və ictimai münasibətlərin dəyişməsinə yönəldilən, insanların çoxtərəfli fəaliyyətini özündə təcəssüm etdirən, insan tərbiyə prosesində getdikcə daha çox mövcud maddi aləm obyektiv şəkildə dərk edir və onu dəyişdirir, yenidən qurur. Bununla da öz şəxsi təbiətini dəyişdirir və yenidən qurur. Təcrübə nəzəriyyənin həqiqət meyarı kimi çıxış edir. Təcrübədə nəzəri müddəaların uğurlu tətbiqi, elmi ümumiləşdirmələr və nəticələrin təcrübədə yoxlanılması onların düzgünlüyünü, həyatiliyini, həqiqiliyini təsdiq edir. Düzgün o şeydir ki, o praktikadadır, təcrübə ilə təsdiq olunur. Nəzəriyyə və praktikanın vəhdəti idrak
qanunudur. Təlimin məzmununda nəzəriyyə və praktikanın əlaqəsi təmin olunmalıdır. Şagirdlərin hazırlıq və inkişaf səviyyələrinin təhsilin məzmununa uyğun gəlməsi. Təlimin mövcud pilləsində şagirdlərin hazırlığını və inkişafına təsir göstərən və uşaqların yaş xüsusiyyətlərinə uyğun bilik, bacarıq və vərdişləri yiyələnmək təliminin obyektiv qanunlarından biridir. Hər kəsə məlumdur ki, kiçik məktəb yaşlı uşaqlar riyaziyyat, fizika, kimya kimi sistemli kursların məzmununu mənimsəməyə qadir deyil. Məlumdur ki, əsas məktəbi qurtaran şagirdlərin, məsələn, Darvinizm əsasları kimi ümumiləşdirici kursların tədris materiallarını mənimsəməyə qüvvəsi çatmaz. Təlimin hər bir mərhələsində 1, 4, 5, 9 və 9-11-ci siniflər nəzərə alınmaqla məzmunu təlimin hər bir ilində və mövcud tədris ilində şagirdlərin əvvəllər topladığı biliklər, onların əvvəlki təlim pilləsində qazandığı həyat təcrübəsi, ümumi inkişaf səviyyəsi, məsələn, əqli və fiziki inkişaf səviyyəsi nəzərə alınmaqla qurulur. Daha sonra tədris və sinifdən xaric işlərin məzmununda əlaqə. İstər tədris prosesi, istərsə də sinifdən xaric işlər pedaqoji prosesin zəruri tərtib hissəsidir. Tədris prosesində öyrədilən materiallar təhsilin, proqramlar, dərsliklər kimi təhsilin məzmununa daxil edilir və bunlar sinifdən xaric işlərlə tamamlanır. Sinifdən xaric işləri şagirdlərin tədris prosesində əldə etdikləri bilik, bacarıq və vərdişləri dərinləşdirir və onun tətbiqinə imkan verir. Şagirdlərin çoxcəhətli sinifdən xaric və məktəbdən kənar işləri də politexnik təhsilin məqsədlərinə xidmət edir. Hər bir məktəbdə sinifdən xaric işlərin konkret məzmunu, şagirdlərin iş şəraiti, meyl və maraqlar nəzərə alınmaqla müəyyən edilir. Ümumtəhsil məktəblərinin tədris planları üçün tədris fənlərinin seçilməsi. Məktəb bəşəriyyətin topladığı çoxsaylı və müxtəlif elmlərin sistemləşdirdiyi həyat haqqında bütün biliklər sistemindən öyrənmək üçün əsası seçir. Bunsuz peşəsindən asılı olmayaraq müasir təhsilli insanı təsəvvür etmək olmaz. Hərtərəfli təhsilin məzmununu nə təşkil etməlidir? Müəyyən olunmuşdur ki, elmlərin düzgün metodoloji cəhətdən əsaslandırılmış təsnifatının nəzərdən keçirilməsi belə bir məzmuna xidmət edə bilər. Ümumtəhsil məktəblərində tədris planında daha çox saatların miqdarı ana dilinə ayrılır. Ana dilinin yaxşı öyrənilməsi digər fənlərin də mənimsənilməsi deməkdir. Dil insanların bir-biri ilə ünsiyyət saxladığı vasitədir, silahdır. Onun köməyi ilə fikir mübadiləsi aparılır və qarşılıqlı etimada nail olunur. Fikir reallığı dildə təzahür edir. Dilsiz cəmiyyətin mövcudluğu mümkün deyil. Dil insanların ünsiyyət vasitəsi olaraq cəmiyyətin mübarizə və inkişaf alətidir. Dil özlüyündə obyektiv aləmi dərk etməklə mühüm vasitədir. Bütün bunlar dilin məktəbdə bir fən kimi tədrisinin nə qədər əhəmiyyətli olduğunu sübut edir. Politexnik təhsilin məqsədləri üçün xüsusilə fizika, kimya, biologiya, riyaziyyat və rəsm-xətt kimi fənlərin böyük əhəmiyyəti vardır. Lakin onları zəruri istehsal texniki bilikləri verə bilməz. Estetik tərbiyə vəzifələrinin həyata keçirilməsi məqsədi ilə 2 tədris fənni təsviri, incəsənət və musiqi tədris planına daxildir. Bundan əlavə, ədəbiyyatın və digər fənlərin tədrisi prosesində estetik tərbiyə vəzifələri də həyata keçirilir. Bədən tərbiyəsi fənni fiziki tərbiyə məqsədinə xidmət edir. Tədris planında fənlərin yerləşdirilməsi sistemi. Məktəbdə şagirdlərin müvəffəqiyyətli təlimi üçün tədris fənlərinin siniflər üzrə düzgün bölünməsinin böyük əhəmiyyəti var. Bütün fənlər eyni vaxtda öyrənilə bilməz. Çünki onların hər biri başqalarını öyrənmədən mənimsənilə bilməz. Lakin digər tərəfdən hər hansı bir fən tam mənimsənilməyənə qədər bu və ya digər fənnin öyrənilməsini kənara qoymaq da düzgün deyildir. Araşdırdığımız pedaqogika dərsliklərində bu qəbildən olan təriflərə rast gəlmək olar. Əvvəlcə riyaziyyat kursunu tam öyrənmək, sonra isə fizikaya keçmək təklif olunurdu. Fizikanı başa vurduqdan sonra kimyaya başlamaq, kimyanı qurtarandan sonra isə
coğrafiya və tarixi öyrənmək təklif olunurdu. İndiki tədris planlarında isə ümumi politexnik və şagirdlərin peşə yönümlü fənlərin arasındakı qarşılıqlı əlaqə öz əksini tapır. Təbiət, riyaziyyat silsiləsi fənləri 1-ci sinifdən və 9-cu sinifə kimi humanitar fənlərlə paralel öyrənilir. Bu, pedaqoji cəhətdən daha məqsədə uyğun hesab edilir. Deməli, təlim illəri üzrə tədris bölgüsü törəmə və təsadüfi ola bilməz. O, müəyyən pedaqoji tələbləri təmin etməlidir. Təlimin vəzifələri onun hər pilləsinə uyğun gəlməlidir. Şagirdlərin yaş xüsusiyyətlərinin uçotu onların inkişaf səviyyəsi təlimin hər bir pilləsində nəzərə alınmalıdır. Tədris ilinin strukturu və tədris yükü. Tədris ilində rüblərin dərs həftəsinin və dərs günlərinin düzgün müəyyənləşdirilməsi, təlim işlərinin müvəffəqiyyəti şagirdlərin fiziki inkişafı üçün əsas şərtlərdən biri olub, məktəbdə tədris məşğələlərinin uğurlu aparılmasına əsaslı təsir göstərir. Tədris ilinin strukturu müəllimlərin, şagirdlərin fəaliyyət növləri, tədris rübləri və tətillərin müddətli təmin olunması üçündür. Tədris ilinin təşkili, tədris tərbiyə prosesinin yüksək nəticələrin qazanılması, şagirdlərin fiziki və mənəvi qüvvələrinin normal inkişafının təmin edilməsi vəzifələrinə tabe edilir. Məktəbdə tədris ilinin müddəti 213 tədris günündən 230 günə qədərdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2004-cü ildən etibarən orta ümumi təhsil məktəblərində dərslərin 15 sentyabrdan başlanması tövsiyə olunmuşdu. Əvvəlki tədris ilindəki bölgülər belə idi. 1-ci rüb 1 sentyabrdan 4 noyabra, 2-ci rüb 10 noyabrdan 29 noyabra, 3-cü rüb 11 yanvardan 23 marta, 4-cü rüb isə 1 apreldən yay tətilinə kimi idi. Dərs ili müddətində tətillər keçirilirdi. Əvvəlki tədris ilində payız tətili noyabrın 5-dən 9-na dək, qış tətili 12 gün, dekabrın 30-dan yanvarın 10-na dək, yaz tətili 8 gün, martın 24-dən 31-nə dək planlaşdırılmışdı. Hazırki tədris ilinin bölgüsü isə bu şəkildə aparılır. Birinci yarım il 15 sentyabrdan 30 dekabra qədər 1 və 6 noyabr payız tətili, ikinci yarım il 10 yanvardan 30 maya qədər, 30 dekabrdan yanvarın 10-na qədər qış tətilidir. Tədris planında humanitar təbiət, riyaziyyat, əmək təlimi, təsvir incəsənət, musiqi, bədən tərbiyəsi arasında dürüst əlaqə və nisbət yaradılmışdı. Belə ki, humanitar fənlərə bütün dərs saatlarının təqribən 40%, təbiət, riyaziyyat fənlərinə 32%, əmək təliminə 15%, təsvir incəsənət, musiqi, bədən tərbiyəsinə isə 13% ayrılır. Tədris planı təhsilin məzmununu əks etdirən ən başlıca sənəddir. Tədris planında tədris müəssisəsinin tipindən asılı olaraq öyrədilən fənlər, onların siniflər üzrə tədris ardıcıllığı, hər fənnə verilən saatların miqdarı əks olunur. Hər bir tədris müəssisəsinin özünə məxsus tədris planı olur və bunlar arasında müxtəliflik var. Lakin ümumi cəhətləri də nəzərdən qaçırmasaq, tədris planının əsas sənəd olması, fənlərin adı, tədris ardıcıllığı, hər fənnə ayrılan vaxt, təhsilin müddəti və s. nəzərdə tutulur. Tədris planı bir sıra xüsusiyyətlərə malikdir. Birincisi, tədris planı şəxsiyyətin hər tərəfli inkişafını təmin edir. Ona görə də həmin planlarda istər təbiət riyaziyyat, istərsə də humanitar fənlərə eyni miqdarda saat verilir. İkincisi, müxtəlif tipli məktəblər üçün tədris planının xüsusiyyəti təhsilin məzmununa, məzmunca vahidliyinə və varisliyinə nəzərdən tutulur. Üçüncüsü, tədris planlarında ümumi politexnik və peşə təhsili arasında qarşılıqlı əlaqə öz əksini tapır. 1-ci sinifdən 9-cu sinifə kimi bütün fənlər və 1-ci sinifdən 11-ci sinifə kimi bütün fənlər paralel öyrədilir. Tədris planına görə orta ümumi təhsil məktəblərində təhsil müddəti 11 ildir. 4-cü xüsusiyyət, tədris planında hər bir tədris fənninin yeri, saatların miqdarı ardıcıllığının müəyyən edilməsidir. Tədris planında fənlər özünün elmi, tərbiyəvi və praktik əhəmiyyətinə görə müəyyən edilir.
Sonra təhsil islahatı ilə bağlı tədris planında baş verən dəyişikliklər iş sisteminin yenidən qurulmasını tələb edir. Ana dilinə verilən saatların artırılması əlifba təliminin bir ay tez başa çatdırılmasına imkan verir. Rus dili və ətraf aləmlə tanışlıq fənlərinin tədris planından çıxarılması ana dilinin tədrisinə 2 saatın artırılması məqsədə uyğun sayılır. Riyaziyyat üzrə həftəlik saatların miqdarı 5 saatdan 4 saata endirilir. Birinci siniflər aşağıdakı yeni tədris planı ilə fəaliyyət göstərir. Birinci sinifin tədris planında fakultativ, fərdi və qrup məşğələləri də nəzərdə tutulur və bunlara 2 saat vaxt ayrılır. İbtidai siniflərdə ana dilinin riyaziyyatın belə öyrənilməsi, yuxarı siniflərdə ana dilinin elmi əsaslarının sistematik keçirilməsində şagirdlərə coğrafiyadan, tarixdən, təbiətşünaslıqdan ibtidai məlumatların verilməsi, botanika, coğrafiya və tarix fənlərinin öyrənilməsinə şərait yaradılır. Şagirdlərin riyaziyyatdan aldıqları biliklər fizikanın tədrisinin təmin edir və bu kursun müntəzəm keçirilməsinə imkan verir. Əsas məktəbin 5-ci sinifdən başlayaraq müntəzəm tədris fənləri keçirilir. Biliklərin həcmi genişlənir, fənlərin sayı artır. Bir sıra fənlər düz xətt, bəziləri isə konsentr proqramları ilə öyrədilir. Əziz tələbələr, bu mövzumuz da burada yekunlaşır. Növbəti mövzumuzda görüşənə qədər çox sağ olun.